Bizim bugünkü mövzumuz Mir Cəlalın Vətən Yaraları hekayəsi. Mövzusuna baxaq. Mövzusu müharibə gerçəkləri, ideyası nədir? Eyni məqsəd uğrunda mənəvi birliyə sahib olan ordu düşməni məğlub etməyə qadirdir. İndi əsərlə tanış olanda da görəcəksiniz ki, burada 3 əskərdən söhbət gedir. 3 əskər arasında olan birlik əslində yəni bir orduda olsa, həmin ordu məğlub edilməz olur. Bunu demək istəyir. Müharibə insanları məhv edə bilər, ancaq onların xatirələrini, qəlbindəki xatirələri, müqəddəs hissləri amma məhv edə bilməz. Problem nədir? İnsanların dinc həyatını amansız dəhşətlərə çevirən müharibənin təhlükəsi, yarımçıq qalmış ömürlər, övlad itirmiş analar, ayrı düşmüş dostlar, bir sözlə müharibənin acı fəsadları. Burada söhbət 2-ci Dünya müharibəsindən gedir. Əsərin bədii xüsusiyyətlərinə baxaq. Hekayə janrındadır, nəsrlə yazılıbdır, təhkiyə əsasında yazılıb və hadisələr birinci şəxsin, yəni obrazın dilindən söylənilir. Əsər necə başlayır? Əsər demək, burada mövzu nədir? Burada 3 əskərin başına gələnlərdən danışılır. Bu əskərlərdən biri, hansı ki bütün hadisələrin gedişatına o bizə danışır. Birinci şəxs deyək. Birinci şəxs bizim obrazımız səngərdədir, döyüş gedir, qızğın döyüş və bu yaralanır. Və ehtimal olunur ki, baş nahiyəsindən yaralanır, çünki üzündən deyir, qanın axdığını deyir, sonra vücudundan deyir, o isti mayenin axdığını deyir, hiss edirdi. Ağır yaralanır və bu qan itirməyə başlayır. Qan itirdikcə artıq huşunu itirməyə başlayır normal olaraq və getdikcə bunun gözləri qapanır və gözünü açar, gözünü açanda özünü xəstəxanada görür. Başının üstündə ağsaçlı həkimi və o şəfqət bacısını görəndə artıq anlayır ki, demək ki, bu sağ qalıb, həyata qayıdıb. Və burada xəstənin öz-özlüyündə düşüncələri var. Yəni, deyir ki, mən bilirəm ki, mən sağaldım, artıq həyata qayıtdım. Bu sağalandan sonra məlum məsələdir ki, cəbhəyə geri dönüş eləməlidir. Və deyir ki, mən bilirəm ki, mən geri dönəndə o dəbdəbəli həyata geri dönməyəcəyəm. O evində rahat oturan, isti döşək üstündə, yəni dolu masa arxasında oturan və ya deyir, tabeliyində olan insanlara əmr verən vəzifəli şəxslər kimi də. Yəni o gözəl, rifahlı həyata deyir, mən geri dönməyəcəm. Yəni bilirəm ki, mən sağaldıqdan sonra mənim yerim yenə səngər, yenə müharibə, yenə döyüş olacaq. Bunu anlayır. Və burada testə düşür, deyir, məndə qəribə bir arzu baş qaldırır, 2 ömür istəyirəm. Düşünür ki, keşke insanın 2 ömrü olsaydı. Birinci ömrü təcrübələrlə dolu, testdə də düşür, deyir, ilk ömrüm təcrübə dərsi olsun. Yəni, insan birinci həyatında, birinci ömründə deyir, yetərincə təcrübə yığsın, sınaqlardan üzü ağ çıxsın. İkinci həyat deyir, ikinci ömrü deyir, necə istəyirəm? İkinci deyir, həqiqi ömür. Xətti altından sizdə xəttin imtahandan çıxa bilsəm, deyir, mənə ikinci həqiqi ömür deyir, imkanı verilsin. Hansı ki, o ömrü doya-doya yaşayayım, körpəlikdən deyir, başlayayım, yenidən səhvsiz, qüsursuz, əsl həyatı deyir, doya-doya yaşayayım. Və burada baxırıq ki, bir anlıq bu belə deyim də, yataqda olan xəstə əskər, sağalmağa çalışan, həyatla mübarizə aparan əskər bir anlıq bütün uşaqlıq xatirələri gözünün önünə gəlir. Və gözünün önünə gəlir, hamısını bir-bir xatırladıqca o tay tuşlarını, aşağı atan, top oynayan, deyir, gizlən qaç oynayan yoldaşları, sonra vuruşduğum, barışdığım, ayrılıb çəkişdiyim, bərkişdiyim dostlarım, bunların hamısını xatırlayır və deyir ki, bax bunlardan doymamışam. Testdə də düşür, sonra yurdundan, torpağından, uşaqlığından bu insan həyatdan doymuyor. Bunu xüsusilə yəni xəttin altını çünki testdə düşür. Sonra bir də deyir ki, insan bu xatirələri deyir, xatirələrin qədrini səngərdə olanda anlayır. Bu xatirələr deyir, səngərdə insana deyir, daha şirin gəlir. O, necə yaxşı günün qədri pis gündə bilinər misalı var, bax elə bir şey. Bunun yatdığı xəstəxananın adı Səhra xəstəxanasıdır. Çünki testdə də düşür. Səhra xəstəxanasında bu 7 gün qalır. 7 gün qaldıqdan sonra bunun hərbiçi yoldaş, cəbhə yoldaşları bunun yanına gəlirlər ziyarətə. Əslində bu ziyarətə gəlmək istəyən başqaları da var idi, amma həkim icazə vermirdi. Ümumiyyətlə bu
ağır yaralı idi deyə ona məsələn bəd xəbər gətirmək, onu məyus edəcək, onu narahat edəcək xəbərlərin verilməsini istəmirdilər. Ümumiyyətlə yanına heç kim buraxmırlar. Şəfqət bacısı bu yanına gələnləri də çox vaxt aldadırdı. Yanına deyirdi xəstə yatır. Amma halbuki xəstə oyaq olurdu. Bu yanına 2 nəfər cəbhə yoldaşı. O cəbhə yoldaşların birinin adı Nəsrəddin olur, birinin adı Lətif. Nəsrəddinlə məktəb yoldaşı olublar, sinif yoldaşı olublar. Amma Lətiflə cəbhədə tanış olub. Lətif bunlardan 2 yaş kiçik olub. Və 2 yaş kiçik olduğuna görə özü üzü yollar uşağı olub o. 2 yaş bizdən kiçik olan görə də deyir, elə bilin ki, belə deyim də, əl buyruğu işlədiblər, əllərin altında. Hər yerə Lətifə buyurublar. Elə yaşı az olduğuna görə hər işə Lətifə buyurublar. Hətta deyir, biz deyir, gedəndə, döyüş bölgələrində olanda, komandir bizə deyir, fasilə verəndə, Lətif deyir, ayağının, dabanınla deyir, torpağı yastılayırdı, dırnaq arası bizə deyir, yataq düzəldirdi. Çökəklik kimi elirdi, əleyhə qazlarını da qoyularmış başlarının altına, bu da onların balınca olurmuş, balışı olurmuş, bu şəkildə yatırlarmış. İndi bu Nəsrəddinlə Lətif gəliblər bunun yanına, amma bunları içəri buraxmırlar. Tibb bacısı yenə aldadır ki, xəstə yatır, narahat eləmək olmaz. Amma onların səsini eşidəndə bu yaralı əskər çağırır, içərdən qışqırır ki, mən yatmamışam, oyağım, buraxın gəlsinlər. Çünki deyir, o qədər tək qalırdım, deyir, sıxılırdım, yanıma deyir, 7 gündür təkcəyəm, darıxırdım, deyir. Nəsə, Nəsrəddin söz verir, Nəsrəddin biraz dilli olur, amma Lətif çox utancaq biri olur. Lətif Şəfqət bacısını inandırmağa çalışır ki, narahat olmayın, tez qısa bir vaxtda biz yanına dəyəriz, çıxırıq. Amma aldatmışlar əslində. Şəfqət bacısı nə qədər etiraz eləsə də, bunlar zorla girirlər xəstənin yanına və başlayırlar bunlar danışıb, öpüşüb, görüşüb danışmağa. Lətifdən qısaca məlumat verim və Nəsrəddindən. Nəsrəddin necə qalıb bunun xatirində? Deyir, Nəsrəddin məktəbdə deyir, demək, ən yaxşı çanta Nəsrəddində olub və çantasının o qədər gözəl imiş ki, yəni o çantası uşaqların yadında qalıb, eləcə də bu birinci hadisələri danışan şəxsi. Deyir, həmişə məktəbli uşaqların kitab çantası yadıma düşür. Nəsrəddinin deyir, belə yaraşıqlı bir çantası var idi. Ən yaxşı qayışla da deyir, belinə bağlayırdı. Nəsrəddin hazırda onların komandiri olub. Vəzifəsi var, komandir və o qədər etibarlı imiş ki, komandirin sirrini ona deyir, yəni komandirin köməkçisidir, üzr istəyirəm. Nəsrəddin komandir köməkçisidir və komandir ona o qədər etibar edirmiş ki, bütün hərbi sirləri bundan paylaşırmış. Təhlükəli yerlərdə deyir, hara getsə deyir, təhlükəli yerlərə deyir, komandir Nəsrəddini özündən aparırdı. Demək, etimadı doğruldan biri olub da. Amma Lətifin anası Mina xaladır. Mina xala, belə deyim də, biraz açıq sözlü qadın olub, biraz deyir o kənd yığıncaqları olurdu, deyir o yığıncaqlarda deyir o kəndi nümayəndəsi kimi deyir, iclaslarda kəndi nümayəndəsi kimi gedib çıxış eləyirdi. Həmişə deyir xoşu gəlirdi, stolun başına keçirdi deyir, masanın başına açarlar deyir, mürəkkəb qabını belə-belə vurur, sirkəlif cəmaatın sakit olmağını istəyirdi. Yaraşmasa da deyir özünü sədr kimi aparırdı, amma halbuki sədr olmuyor. Belə bir anadan belə sakit, üzyola baş aşağı bir uşaq olub. Yəni söhbət Lətifdən gedir. Lətif heç anasına bənzəməyib. Sonra bunlar nəsə gəlir bunun yanına. Bunlar deyir, həm məni ziyarət eləmək üçün gəlmişdilər, həm də mənə sifariş eləmək üçün gəlmişdilər. Sifarişləri də bunlar bilir ki, yaralı əskər müəyyən müddətdən sonra xəstəxanadan çıxmalıdır da. Xəstəxanadan çıxanda onu evə göndərirlər və tam yaxşı olub sağlanan sonra təzədən cəbhəyə qayıdır. İndi bilirlər ki, bu kəndə qayıtmalıdır və yaralanan əskər adı çəkilmir, biz buna birinci şəxs deyirik. Bu birinci şəxs bu evə qayıtmalıdır kəndə. İndi hamısı bir kənddəndirlər. Gəliblər kəndə ismarıç yollamaq üçün. İndi burada nitqlər düşür ən çox testdə, buna diqqətli olun. Nitqləri verir, deyir, bu nitq kimə məxsusdur. Burada Nəsrəddin nə istəyir? Demək, birinci Nəsrəddin sözə başlayır. Nəsrəddin sözə başlayır və xahiş edir ki, gedərsən bizə deyir, mən deyir, yazı masamı, mənim otağımı, yaxşı-yaxşı deyir, baxarsan, bax gör deyir, mənim hər şeyim yerindədirmi? 1-2 gün deyir, qalarsan bizdə. O deyir, mənim anam, yəni oğlu yanında yoxdur, mənim iyimi səndən alsın da, oğul deyini bir ürəyə rahatlıq tapsın. Və
Və deyir, götürərsən mənim tarımı, orada deyir, çargah çalarsan. Sən deyir, orada çargah çal, burada deyir, nə qədər top ateşi olsa da, səs-küy olsa da cəbhədən, mən deyir, o tarın səsini eşidəcəm. Çalarsan onu, bunu xahiş edir. Sonra Lətif nə xahiş edir? Lətif deyir, demək, qoy Nəsrəddinlə tam sözümü bitirim, sonra Lətifə keçim. Sonra deyir, universitetə deyir, gedə bilsən gedərsən, məndən deyir, tələbə yoldaşlarıma bol-bol deyir, uşaqlara salam söyləyərsən. Bir də deyir, universitetin kitabxanasına ona deyir, baş çəkərsən, əminəm deyir, kitabxanacı indi mənim deyir, o biletimə baxıb deyir, narahatdır ki, yəni bu oğlan görəsən harda qaldı, niyə gəlib çıxmır? Demək ki, biz buradan nəyi görürük? Nəsrəddində hansı qabiliyyətlər var? O tar çalmaq bacarığı da var onun. Sonra demək, bu daimi mütaliə edən uşaq olub, kitabxana ilə əlaqəsi olan bir tələbə olub, uşaq da deyirəm, tələbə olub ki, artıq bunun davamlı şəkildə gedirmiş. İndi getməməyi, əminəm ki, kitabxanaçı narahat qalıb ki, yəni bu oğlan harda qaldı görəsən gəlmir. Küçəmizdən deyir, keçərsən o yana, bu yana, sağa sola baxarsan, gör deyir, yəni dəyişən bir şey varmı, belə. Lətif nə tapşırır? Lətif deyir ki, Lətif sözə başlayır, deyir, kəndə gedərsən, burada bundan qabaqda olmalıdır, hə. Deyir, kəndə gedərsən, kəndə, orada deyir, Lətifin nitqində görürük ki, yaz fəslidir. Bax, bu yaralanan əskər, həmin o xəstəxanada yatdığı vaxt yaz fəsli olub. Deyir, indi yazdır, gedərsən, deyir, quşların səsini dinləyərsən, bənövşə, nərgiz, nanə, xətmi, bax, burada gül adları çəkir, nilufər, nə desən, deyir, istəsən taparsan da, deyir, onları dinləsən ki, məni və əvəzimə bunları sən ilə. Dişi qaya tərəf açıq, o deyir, bulaqlardan deyir, ovucla su iç, mənim əvəzimə deyir, çoxlu su iç, mənim əvəzimə. Demək, gör nə qədər darıxır, burnun ucu göynürür kəndi üçün. O torpağı öpüb yalayarsan, deyir, səcdə eləyərsən, deyir, daşa sürtmək istəyirəm, deyir, üzümü deyir, bax, gedib deyir, səzdəşdə, o kəndimin torpağına deyir, səcdəsinə düşmək, öpüb yalamaq, ürəyim o torpağı daşa sürtmək istəyirəm. Bunu mən eləyə bilmirəm, sən mənim əvəzimə eləyərsən, o bulaqlardan doyunca su içərsən. Kendine tapşırır. Sonra deyir, anasına şəkil göndərir bu arada. Anasına şəkil göndərir. Bu şəkli deyir, anama verir. Narahat olma deyir, ana bilsə ki, deyir, sən gəlibsən, mütləq deyir, gələcəksən yanına. Şəkli ver. Bir də məktəb direktoru Ədil müəllimə. Gedərsən deyir, gör Ədil müəllim sağdımı, neyinir, məndən ona salam söyləyərsən. Hiss olunur ki, məktəbi üçün, Ədil müəllim üçün darıxıb. Sonra bəlkə deyir, mənə məktub yazan var məktəbdə, onlar da deyir, mənim üçün gətirərsən. İndi burada bu məqamlara xüsusilə diqqət olunur, testlərə düşür. Belə sual kimi verim, görün yadınızda qalırmı? Məsələn, tar çalmağı kim xahiş elədi? Nəsrəddin. Sonra kim anasına şəkil göndərdi? Lətif. Hə, deyir ki, nə verdim sual? Şəkil göndərən kim idi? Anasına şəkil göndərən Lətif idi. Gedib, kim dedi ki, bizə gedərsən, mənim masamı, yazı stolumu yoxlayarsan, gör evdə hər şey yerindədirmi? Bunu kim dedi? Nəsrəddin. Bəs kim Ədil müəllimə salam göndərdi? Ədil müəllimi dedi, get yoxla, Lətif. Bəs kim dedi ki, gedərsən mənim əvəzimə, bulaqlardan doyunca su içərsən, o torpağa səcdə eləmək istəyirəm, bunu deyən kim idi? Bu da Lətif idi. Bəs kim dedi ki, bizim küçələri get, gəz, dolaş, gör, dəyişən bir şey varmı? Universitetə get, məndən salam söylə, kitabxanaçını da ziyarət elə. Bunu kim dedi? Bunu Nəsrəddin dedi. Yəqin ki, yadda qaldı. Sonra gəldik nəyə? Demək, bu Nəsrəddin bunu ziyarət edib gedirlər. Demək, kəndə gəlir artıq. Gözünü yaxşı hiss eləyir, Səhra xanım xəstəxanasından çıxır, yaralı əskər gəlir kəndə. Kəndə gələndə deyir, anama qabaqcadan xəbər eləmədim. Tezdə səfər düşür ki, anasına xəbər eləmişdi. Xeyr, anasına xəbər eləməmişdi. Gəlir, iş orasıdır ki, ana bala bunlar tək yaşayır. Bunlardan başqa heç kəs yoxdur. Anası da işə gedir. Qabaqcadan bir-birlərinə bələdləşdikləri yer olur. Açarı həmişə ora qoyurdular da, evdən çıxanda ki, biri evə gələndə kim tez gəlsə, açarı götürsün, girsin içəri. Maraqlı burasıdır ki, deyir, anam yəni bilir ki, mən cəbhədəyəm, yəni evə bundan başqa girəcək ikinci bir şəxs yoxdur. Amma buna rağmen deyir, açarı deyir, bələdləşdiyimiz yerə yenə deyir ki, xəbərsiz gəlmişdi, anası evdə yox idi. Gəldim, deyir, orada deyir, gördüm, açar oradadır.
Mənə maraqlı gəldi ki, deyir, ana bilir ki, yəni heç kəs gələsi deyil, niyə açar orada qoyub gedir? Sonra ana buna izahat gətirir, anasından görüşəndə, ana sonra gəlir və o deyir ki, oğlum, mən sanki deməzdir ki, ana ümidini heç vaxt itirmir da. Mən deyir, inamım deyir, özünü doğrultdu. Sanki deyir, həmişə inanırdım, ümid edirdim ki, sən gələcəksən. İnamım da deyir, doğrultdu özünü. Nəsə gəlir içəri girir, baxır otağına, baxır ki, otaq düz kasıbyanı evdə, otaqda, amma çox səliqəli, hər şey düzənli. Mənim deyir, məktublarımı deyir, anama göndərdiyi məktubları deyir, dəstələyib, yığıb, oxuyub. Çünki qəzetləri deyir, şkafa yığıb, onu deyir, mənim üçün saxlayırdı. Anam deyir, heç vaxt qəzeti oxumamış, tərk etməzdi. Demək, ana özü oxuyub, indi onu oğlu üçün saxlayıb ki, gələndə oxusun. Şkafa deyir, qəzetləri yığıb, yəni otaq çox səliqəli, səhmanlı belə. Sonra nəsə anası gəlir, bunlar görüşürlər, danışırlar, söhbətləşirlər. Anası və etiraf edir, deyir ki, yəni sən düzdür, cəbhədəydin, amma mən deyir, burada otururdum bir evdə təkcənə, deyir, o qədər danışırdım. Sanki sən deyir, hələ o kiçik körpə yaşında gözümün qabağında deyir, canlanırdın. Burada sənə, yəni ana oğlunun xəyalınla söhbətləşirmiş. Öz-özünə o illəri xatırlayıb, sanki oğlu qarşısındaymış kimi, hələ körpədir, hələ böyüyür. Belə bu şəkildə özü-özünlə diyaloq qururmuş, öz yanından. Sonra deyir, burada belə misalda var, deyir, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin, çıxdın. Bu, ananın dilindən söylənildi. Bax, bu hikmətamiz söz. Sonra, demək, və bu əskər etiraf edir, deyir, bilmirəm, deyir, niyəsə deyir, mən tez sağaldım, çox tezdir gəldim. Bunda səbəbini nədə görür, mən sizə deyim. Deyir, bilmirəm, deyir, bax, bura diqqətən qulaq asın. Bilmirəm, deyir, o gələn, gedənlərin səbəbinə mi deyir, mən belə tezdir gəldim. Yəni, cəhbətçidir deyib, yəni, kəndə hay düşüb ki, yəni, əskər gəlib, cəhbədən gələn var, döyüşdən gələn var və bütün kənd bunun görüşünə gəlirdi. Bilmirəm, o mu deyir, mənə yaxşı təsir edirdi deyə tez sağaldım. Yoxsa insanların qonaqpərvərliyi mi? Bunu da demək, bu qonaq kimdə gedirmiş, bunu çox yaxşı qarşılayırlarmış getdiyi yerdə. Onların qonaqpərvərliyi mi deyir, yoxsa görüş sevinclərimi, yoxsa vətənin havası, suyu, kəndinin havası, suyu, vətən dünyada kəndini deyir. O mu deyir, məni belə tez sağalmama səbəb oldu, deyir, anlaya bilmədim, amma tez sağaldım. Və sonra nitqində görürük ki, bu 2 ay kənddə qalıb. 2 aydan sonra indi bunun getmək vaxtıdır. Bu əskərin anasını deyir, Lətiflə Nəsrəddin anasını da çağırır. Onlar yığılırlar, 3 ana bir yerdə sovqa tuturlar oğlanlarına. Bişirirlər, düşürürlər, xörəfə, o qədər şey gətirirlər, sovqat gətirirlər, sigaret gətirən kim, corab gətirən kim, fətir bişirən kim, xörək gətirən kim. Hər əlində bir sovqat gətirir. Mən deyir, onları başa sala bilmirdim, yəni izah edə bilmirdim ki, yəni bunu aparmaq da mənim üçün çətindir da. Bu qədər şey aparmaqla orada qəbul edilmirlər, yəni nahaq yerə əziyyət çəkirsiniz. Amma deyir, yenə deyir, onlar etdiyini edirdi. Sonra bu demək, bu sovqatı götürür, gəlir cəbhəyə. Cəbhəyə gələndə, bu da yaxşı əskər kimi özünü doğrultmuşdu, buna vəzifə təklif edirlər. Amma qəbul eləmir. Yəni, buna yüksək rütbə təklif edirlər, qəbul eləmir. Niyə qəbul eləmir? Əgər bu o təklifi qəbul edib başqa vəzifəyə getsəydi, bu döyüş yoldaşlarından ayrı düşəcəkdi, başqa hərbi hissəyə getməli idi. Ona görə bu təklifi rədd edir. Yəni, buradan görürük ki, bu birinci şəxs dostluğa sadiqdir. Nəsə gəlir hərbi hissəyə, orada eşidir ki, cəbhədə eşidir ki, 2 gün əvvəl Nəsrəddin yaralanıb. Ümumiyyətlə, ikisinin də yaralandığını eşidir, Nəsrəddinlə Lətif ikisi də yaralanıb. Oradan gəlir komandirin yanına. Komandirin yanına gəlir və komandir etiraf edir, yəni deyir ki, əslində Lətif çox ağır yaralanmışdı. Onun sağalmağına ümidimiz yox idi da. Nəsrəddindən bu xəbər alır, bu birinci şəxs. Nəsrəddindən xəbər alır, amma Lətifdən xəbər ala bilmir. Ona görə gəlir komandirin yanına. Komandir də deyir ki, Lətif belə çox ağır yaralanıb, hətta yaşamağına ümid eləmirlərmiş. Amma sonra həkim bu komandirə məktub göndərir, qiyaslı. Həkimin soyadı qiyaslı. O həkimin o məktubunu açır, oxuyur komandir. Deyir ki, həkimin bu məktubundan, bu cümləsindən sonra deyir, biz artıq Lətifin yaşamağına deyir, ümid elədik. Həkim bunları yəni rahat salır ki, narahat olmayın. Həkim də belə yazmışdı, 2 cümlə yazmışdı. Demişdim, elə də oldu, döyüşçü ölməyəcəkdir.
Onun bu cümləsi bunların hamısına təsəlli olur. Sonra bu gedir Nəsrəddinin yanına. Bunlar ayrı-ayrı xəstəxanadaydılar. Nəsrəddin Səhra xəstəxanasındaydı. Gəlir Nəsrəddinin yanına, baxır ki, Nəsrəddin yüngül yaralanmışdı. Ona görə xəstəxananın həyətində gəzişirdi. Bağlamanı da götürür, gəlir Nəsrəddinin yanına. Açmaq istəyir bağlamanı. Çıxırlar orada, xəstəxananın həyəti belə çəmənli olur. Orada otururlar, yerə dirsəklənir, belə söhbət edirlər. Deyir, oğlan açmaq istəyəndə bağlamanı Nəsrəddin qoymur. Deyir, qoy Lətif də yaxşı olsun, sağalsın, üçümüz bir yerdə açıb yeyərik bunu. Bu deyir ki, burada xarab olunacaq şeylər var da, yiyəcək, xarab ola biləcək qidalar var. O da deyir, yox, ya bunu hamımız bir yerdə yiyəcək, ya Ümid ağzını açmır da bunu. Ümumiyyətlə, bu əskərin, hansı ki, kəndə gedən yaralı əskər, birinci şəxsdir. Onun anası da oğluna bir məsləhət vermişdi, nəsihətini vermişdi deyil. Ki, bax, bu bağlamada 3 ananın nəsihəti var. Sən bunu tək açma. Üçünüz bir yerdə, bir arada olanda açın. Bunu bir yerdə açın, bir yiyin, bir durun, bir döyüşün. Yəni, ana düzgün tərbiyə verib evladına. Əslində, bu əskərlər arasında, bu 3 dost arasında olan birliyin elə bəlkə də bir nömrəli səbəb elə budur ki, ana evladına düzgün tərbiyə verib, düzgün yönləndirir. Bu sadəcə o qidalar xarab olmasın deyə açmaq istədi ki, sənə pay gəlib Nəsrəddin. Amma Nəsrəddin də, baxırıq ki, eyni şeyi Nəsrəddin də deyir, o da eyni düşüncədədir ki, bir yerdə açaq bunu. O bağlama açılmır. İndi Nəsrəddinin həkimindən icazə almaq lazımdır ki, bu ikisi bir yerdə getsinlər Lətifin yanına. Nəsrəddinin həkimi də əvvəl hərbidə işləmiş adam olub, yəni hərbiçi olub, ondan sonra həkim olub. O qədər zabitəli, ağır zəhmli biri olub ki, hər kəs ondan çəkinirmiş. Hətta tibb bacıları belə onun sözünü deməkdən qorxulmuş, çəkinirmiş. Nəsrəddin deyir ki, mən deyə bilmərəm də, çəkinirəm həkimdən icazə almağa. Mən deyir, bunu öz boynuma götürdüm. Həkimdən icazə almağı öz boynuma götürdüm. Bu birinci şəxs. O gəlir həkimin yanına, icazə istəyir Nəsrəddin üçün, amma o icazə vermir. Deyir ki, sabah. Bunlar bugün getmək istirdi, amma o deyir ki, yox, sabah. Sabah nahar vaxtı yarım saatlıq deyir, icazə verə bilərəm. Amma mən deyir, qala bilməzdim. Nəsrəddin gedə bilməyib, çünki həkim sabah üçün icazə verir, amma bunlar bugün getməlidir. Mən deyir, sabaha qala bilməzdim. Ona görə deyir, mən Lətifin yanına tək getməli oldum. Gəlir Lətifin yanına. Lətifin yanında Lətif bunu görəndə körəlir, ağlayır, uşaq kimi ağlayır. Axı o həlim xəssətli biri idi. Sonra deyir, o bağlama deyir, gəh deyir, xəstəxana köşələrində qaldı, gəh deyir, hərbi hissədə qaldı. Yəni, o bağlama deyir, Sovqat, ağzı bağlı deyir, xəstəxana, hərbi hissələri, maşınları gəzə-gəzə durdu, amma deyir, biz onu açmadıq. Lətif də sağalır, gəlir, hərbi hissədə bunlar yenə cəbhədə bir araya gəlirlər, Sovqatı açırlar, baxırlar ki, içində əlcək, sigaret, alma, fətir, sonra halva, nəsə yeməli xeyli şeylər olur, kişmiş, albuxara, fındıq, yəni hər şey var imiş, əl dəsmalına qədər, ətirli sabun, sonra əlcəkləri deyir, taxdıq əlimizə, onu taxanda deyir, sanki ana istisi hiss elədik də əllərimizdə. Ananın yenə sözlərini xatırladım, deyir, bir oturun, bir gəzən, bir vuruşun. Bu birinci şəxsdir ki, uşaqlar, bu əlcəklərdə analarımızın mehribanlıq hissi, vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə yanımızda olduqlarını hiss edirik. Yəni, nə qədər ki, onun toxuduğu, hansı ki, ona zəhmət çəkib, əlinin istisi var. Bu əlcəkləri taxanda deyir, onların isti nəfəsini deyir, sanki duyuruq da özümüzdən. Bizi deyir, bu döyüşə, bu qələbəyə deyir, bax, anamızın deyir, o isti nəfəsi aparacaq, ana qayğısı aparacaq. Və bir yerdə deyirlər ki, yəni, bir gəzək, bir vuruşaq, bu sözü də üçü təkrar deyir və bu birinci şəxsin son sözlərini oxumaq istəyirəm. Qoyun analarımızın surəti gözümüz önündə, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağlasınlar.
Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək. Analarımız sevinsin, arxayın yaşasınlar. Ana vətən bizdən razı qalsın. Demək, əsər 2-ci Dünya müharibəsinə həsr olunub, müharibənin ən qızğın çağında qələmə alınmış bir əsərdir. Əsərin əsas qəhrəmanı əsgər obrazıdır. Əsərdə cəbhə yoldaşlarının dostluğuna geniş yer verilib. Faşizmə qarşı mübarizədə Azərbaycanlı əsgərlərin iştirakını tarixi zərurət kimi əsaslandırmağa çalışsalar da, əsgərlərimiz faşizmə qarşı mübarizədə yüksək əzm və şücaət göstərmişlər. Faşizmə qarşı müharibədə həlak olanların xatirəsinin əziz tutulmasının mühüm səbəbi və həmvətənlərimizin sülh naminə bəşəriyyəti faşizm bəlasından qorumaq məqsədi ilə canlarından keçməsidir. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur. Dinc həyat, bir də müharibə. İndi bir şey deyim, testə düşən məqamı deyim. Burada iki həyat üz-üzə qoyulur. Dinc həyat, müharibə. Dinc həyatı burada bu birinci şəxs və Lətif Nəsrəddin onlar realcasına yaşamadılar əsərdə. O dinc həyat xatirələrdə göstərildi. Onların yaşadıkları dinc həyat xatirələrdə qalmışdı. Xatirələrdə canlandırıldı. Tezsə buna diqqətli olun. Amma müharibə real hazırda yaşadıkları həyat idi. Dinc həyatı da yaşayıblar, amma əsərdə onun artıq xatirə olaraq xatırlandığını görürük, dinc həyatı. Artıq müharibə devrində o dinc həyat yoxdur. Bu cəbhədədir, döyüşür. Müharibə reallıq idi, amma real həyat idi. Əsərdə geniş müharibə səhnələri verilməyib. Sadəcə bu dostlar arasında olan münasibət, anaların davranışı, anaların düzgün tərbiyəsi, əsgərlər arasında olan birlik. Bax, əsas mövzu budur.